Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillah, elhamdülillah, elhamdülillahi Rabbil Alemin. Ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin ve ba'd. Allah'ın selamı, rahmeti, bereketi üzerimize olsun. Allahümme amin. Tural Müslim buradan katılırsa sen burada olman lazımydı. Evet. Deməli, geçen hafta Kitab-ı Sala'daydık. Yani fıkıh kitabından namazın cemaat namazı bölümünde ve kadınların mescitlere gitme babındaydı. Yani kadınlar mescide gidebilir mi, gidebilmez mi? Biz onun üzerinde geçen hafta durduk ve yarıda kaldık. Böyle diyeyim ki. Bugün inşallah hemen mevzunu inşallah kaldığımız yerden yine de kadınlarla bağlı kaldığımız yerden inşallah ki devam edeceğiz. Allah nasip ederse. Deməli bunun tekrar yani bu meselenin tekrar değil mi? Yani biraz bir neçə derse yani almamızın sebebi kadınlar mevzusunu dersin yani bu dersin önemli olma sebebindendir. Yani bu kadınlar mevzusu İslam'da benim ki sıradan meselelerden değildir. Ve bu sebepten de dedik ki bu meselenin yani bir derse yok. İnşallah iki derse yani bitirsek daha yaxşı olur Allah'ın izniyle. Deməli, değerli Müslümanlar, değerli kardeşler, yani deməli burada kadınlarla bağlı bir neçə not almışam. İslam'da ümumiyyətlə geçen hafta dedik ki, İslam'da kadının bir önemi var. Yani kadın İslam'da bir önem taşır ve İslam cemiyetinin yarısıdır ve İslam ümmetinin sağlam yetişmesi için Müslümanların sağlam olabilmesi için geleceklerinin daha yaxşı, daha hayırlı olabilmeleri için kadının böyle diyeyim ki İslam'da değeri yerine koyulmalıdır ki İslam ümmeti natamam yok, tamam şekilde olsun ki Resulullah sallallahu aleyhi ve sellem nedir? Resulullah sallallahu aleyhi ve sellem ki kişi dinini evlenmekle yarısını tamamlamış olar. Diğer yarısını da Allah'tan korksun. Ve kadının sanayisi yani etmiş olduğu böyle diyeyim bir işi ve bir fabrikatör olarak yani üretimi esasen kadının üretimi evdedir. Yani kadın üretim olarak İslam ümmetine, cemiyete üretimini evde başlayır. Ve cemiyete sağlam kişileri, kadınları, evlatları ve cemiyetin sağlam olması ve ana temelleri demek olar ki yani kadının üzerine düşür. Yani kadının İslam'da rolü çok büyüktür. Yani kadın geçen hafta dedim yani sadece olarak kadın elbise, paltar, yemek pişirmekle meşgul olmayacak yani hizmetkar olarak var olan bir kadın değildir. Yani bunu inşallah ki dedim ki biz Müslüman olarak İslam gelenden sonra kadının değeri daha çok arttı. Ve İslam kadına böyle diyeyim ki cahillerin, müşriklerin vermemiş olduğu değeri verdi. İslam iki böyle diyeyim ki kural üzerinde durdu ki birinci esas olarak kadının evinde karar tutması əsl olan budur. Ve kadın zərurəti olmadan çölə çıxmaması. Ama diğer dinlerde əsl olan neydi? Əsl olan kadının çölde olması, zerret olmadıkça evde oturması. Yani bizimle Batı arasında, Avrupa arasında başka dinler veya başka bir milli kanunlarla ayırdığımız zaman nedir? Yani kadın ve kişi ortaktır. Yani kişi necə ki çölde serbest gezir dolanırsa, aynı şekilde kadın da çölde gezip dolaşma, işleme, pul kazanma, para elde etme ve evin gəlirləri ortaktır, evin masrafları ortaktır.
Ve aile diyende ne derler? Biz aileyi ortağız. Yani aileni beraber yürütmek lazımdır. Ve aile hakkında ve bir kişi hür değil. Yani kişi serbest bir mehluk değildir yani. Ama İslam o şekilde meseleye davranmır. Evin reisinin kişi olduğunu, idarecinin kişi olduğunu, rical kavvamun alen nisa, bu kaidenin üzerindeki kişi nedir? Kişiler kadınlar üzerinde nedir? Kişiler kadınlar üzerinde idarecidirler. Ve kadınlar üstünde Allah Subhanahu ne dedi ki, kadınlara dedi ki evlerinizde karar tutun. Yani kadının karar tutacağı yer evdir. Əsl olarak evdir. Ve zaruret olarsa çöle çıkar. Yani bu kaydını unutmayız hiçbir zaman. Kadında əsl olan nedir? Evidir. Zaruret olarsa çöle çıkar. Yani zaruret olmadığı sürece çöle çıkmaz. Şuayb Aleyhisselam'ın, Musa Aleyhisselam'ın kıssasını hatırlıyorsunuz da. Ne dediler onlar? Bizler yaşlı olan atanın evlatlarıyıq. Atamız yaşlı olduğu için gelip bu koyunları, keçileri, heyvanları otara bilmir. Yani onların heyvanları çölde otarmaların sebebi neydi? Atalarının yaşlı olup çöle çıkmama sebebiydi. Yani bu sebepten de kadınların əsl itibariyle karar tutması gereken yer evdir. İndi bu meseleni biraz farklı şekilde değerlendirsek, belə ki kadının mescide getirmesi tartışılırsa, yani kadın mescide gidebilir mi, gidebilmez mi? Bu tartışılan bir mevzu ise düşünün siz indi mescidin haricinde, mescidin dışında getirmesi tartışılmaya kapalıdır yani. Anlatabildim mi? Yani mescide getirilmesi, belə deyim ki, icazə olup olmaması tartışılır ve bunun da müəyyən şartları var. Nedir? Kadının çölə çıxarkən əlindən mütləq olaraq izin alması, vəlisindən, ata-anasından izin alması, valideynindən kızın izin alması, çölə çıxarkən, bir yerə gedərkən kadın mütləqdir ki, evdəkindən izin alsın. Ve mescide giderken de bu şekildedir, değişmiyor. Yani mescide giderken de bir kadın izin almalıdır. İzin almadan mescide gitmesi doğru değil. Yaxşı, bu giderken kadın istediği şekilde mi gitmelidir? Yok, kadının mescide giderken giyimi, keçimi çok önemlidir. Yani kadın çöle çıkarken cəlb etməməli, kişileri belə deyim ki, yoldan çıxartmamalı. Yoldan çıxardıqca geyim keçim geyinməməli, ətirlər, parfumlar vurmamalı. Yani bugün biz mesela çölə çıxdığımız zamanda çöldəki kadınları, bizim yaxınlarımız, qohumlarımız, əzizlərimiz olsun, fərq eləməz. Evdəki halı ilə çöldəki halını arasını müqayisə etsək, yani eve gəlsən 2 saat sonra və yaxud da ki, kadın bir gün işe getsə, bir gün işe getməsə, işe getməyən gün eve kadını gəlsən, o işe gedən kadını evde tanımayacaqsın. Yani işe gitmeyen bir kadın evin içerisinde dağınık formada, saçı başı dağınık, yüzü falan, yani böyle makyajsız gördüğün zaman da diyeceksin ki bu dünən mənlə iş yoldaş işləyən və mənlə ortaq falan yerde olan kadındır mı? Yani bambaşka bir ab-havanın içerisinde olurlar yani, geyimləri, keçimləri vesaire. Ayrıca toylarda mesela için belli olur ki, yani toylara giderken zaten geyim keçimleri ve yay gelir. Bugün yayda tamamen bir biabırçılıq hal gələcəkdir. Yani bunları zikr etmək həqiqətən də çox insana ağır gəlir. Çünkü niye? Analarımızdır, bacılarımızdır, bizlerin yaxınlarıdır, canları, ciğerleridir. Ama İslam maalesef bu şekilde icazə vermir. Buna göre İslam'da yani kadının, kişinin hayatında rol oynadığı için, önemli bir rol oynadığı için şeriat bu idareciliği o hayatta kişiye vermiştir. Madem bu kadın ve kişi bir ortaktır, bak kişi size böyle bir şey təsəvvür edeyim ha. Kadın ve kişi hayatta ortaktır. Lakin bu ortaklığı, idareciliği kişiye aittir. Kişi ailenin çobanıdır. Kadın ise evin çobanıdır. Yani kadının esas
en büyük diplomu, şehadeti, aslında kadın büyük bir üniversitetin dekanı müdürüdür. Lakin o farkında değildir. Kadın aslında eve karar tutmasıyla kadına büyük vazife ve görev verilmiştir. Kadın bunu hafife almamalıdır. Yani biz bugün kadın vakarına fi buyutukunun evlerinizde karar tutun değildiği zaman da yani kadınlara bunu değilmesinin sebebi kadın topluma sağlam bir cemiyeti yetiştirilmesi üçündür. Çünkü cemiyete sağlam bir toplumu yetiştirmek kadına düşer. Yani evdeki olan evladın, uşaqların, kızın, oğlanın terbiyesi tamamen rolü ananın üzerindedir. Ve onlara regulovka veren ise yardımcı olan, işlerini yürüten, dedim ki, evin içinde ise atadır. Ata əslində evin içində uşaqları tərbiyə etmədə anaya hizmətkardır. Bilmirəm, cümlə xoşunuza gəldi mi, gəlmədi mi? Ola bilər gəlməsin. Yəni, ata evin içində anaya uşaqların tərbiyəsində hizmətkar rolunu oynayır. Yəni, bu belə olmalıdır və s. Evin içini çünki idarə edən qadındır. Evin içinə sən qarışarsansa evdə savaş çıxar. Evdə müharibə çıxar. Bu səbəbdən də uşaqların tərbiyəsində də həmişə əsasən rolu qadın oynayır. Və bu səbəbdən də bəzən nə deyirlər? Atalarımızın misalı var. Anasına bax, qızını al. Doğru mu? Xalasına bax, qızını al. Və mən bir şey də əlavə etdim ki, adı nədir? Bir də atasına bax, qızını al. Anasına bax, belə deyim ki, qız ver. Atasına bax, qız al. Niyə peki? Sual. Ona görə ki, əgər atasına baxdığın zaman da evdə idarəçilik, rəislik, hökmranlıq, əxlaq, tərbiyənin əsas səbəbkarı atadır. Yəni evdə o əxlaqın, o tərbiyənin əgər evdə varlığını görmək istəyirsənsə ataya bax. Gör, ataya evdə sayğı duyulur, duyulmur. Evə ata qapıdan girəndə atanın girliyi, atanız gəldi sözü məncə artıq yoxdur, ha, toplumda olurubdur. Ata gəldi. Evdə bir sükunət, evin düzənə soxulması, evdə bir rahatçılıq. Yəni ana belə evlatlarla məşğul olarkən atanın mütləq olaraq axşam işdən qayıtmasını gözləyir ki, heç olmasa ata evə qaydanda evdə biraz sakinlik olsun, biraz rahatçılıq olsun, uşaqlar biraz dinsinlər. Tabii ki, uşaqları əsasən də 3 yaşın, 4 yaşın, 5 yaşın üzərində olan uşaqlar. Yəni 1-2 yaşında, 3 yaşında olan uşaqlar nə ata tanıyır, nə ana tanıyır, heç kimdən çəkinib verəmir. Yəni. Biraz yuxarı, 7 yaşından, təmiz yaşından yuxarı olan uşaqlar nədir? Onlar atanın varlığı çox önəm daşıyır. Və bu səbəbdən də qardaşlar, baxın, bizlər qadınların evin içərisində qalmalarıyla onlara əslində böyük bir görev verməklə belə deyim ki, onları yükləmiş oluruq. Çünki niyə qadın evdə dediyimiz kimi evin içində sadəcə evin içində təmizliyi və s. deyil, əsasən evin içində təmizliklə bərabər kişinin ehtiyaclarını ödəməklə bərabər uşaqların da tərbiyəsi mütləq olaraq qadının birinci sorumluluğudur. Qadının birinci sorumluluğu uşaqların tərbiyəsidir, Quran oxumasıdır. İndi burada qadına bu sorumluluq verilərkən qadının özü də eğitimli olması lazım, özü də bilgili olması lazım, özü də savadlı olması lazım. Yəni bu səbəbdən də elm tələb eləmək hər bir qadına və kişiyə vacibdir. Yəni bu səbəbdən bugün bir qadın evində cahilcəsinə oturub boş-boş həyat sürməli lazım deyil. Yəni bu pərdə ilə bu qoltuq bir-birinə uyurmu? Stolun rəngi ilə divarın rəngi eynidir yoxsa yox? Yəni buna uymamalıdır. Qadın var, məsələn, bugün baxırsan ki, evi düzənlənəndə gedir divarla, xalça ilə, pərdə ilə, məsəl üçün, divanın uyuşması üçün əziyyət çəkir. Sonra baxırsan, gedir divanın üzərinə örtüyü alır, divanın o gözəlliyi tamamilə çıxır gedir. Elə bir örtüyü alır ki, o divarla da uyumur, polla da uyumur, xalça ilə də uyumur, pərdə ilə də uyumur. Yəni bu səbəbdən də, qardaşlar, İslam qadına ciddi bir sorumluluq yüklüyor. Və bunun üçün də qadınları bu günləri eğitmək, qadınlara elm vermək, qadınlara şəriət elmlərini vermək, Quran elmlərini vermək, Allah Rasulunun sünnətin elmini verilməsi qadınlara bu gün vacibdir.
Yəni bu gün necəsə kişilərin zikir məclisləri, necə kişilərin dinlərini öyrənmələri üçün bir araya gəlmələri vacibdirsə, qadınlarınki də daha vacibdir yəni. Çünki niyə? Sənin evlə buraxmış olduğun uşaqları yetişdirən qadındır. Onlara tərbiyə verən qadındır. O qıza tərbiyə verən qıza ananın bir bilgisi yoxsa, ananın bir elmi yoxsa, şəri bir savadı yoxdursa, qızına necə tərbiyə verəcəkdir? Necə bir qızını əri üçün, gələcək bir ər üçün, gələcək bir həyat yoldaşı üçün necə onu, belə deyim ki, hazırlayacaqdır? Yəni, qadın özdə şəri elmləri bilmirsə, təbii ki, qızdan onu verə bilməyəcək. Əgər qadın bu günləri, məsələn, ərini takip etməklə məşğul olmağı bıraxsa, qadınların ən çox bugün 2 dənə şeyi takip edirlər. Kuxna və ərin takibi. Bir kuxnası, ərin takibi, bir dənəsini də əlavə eləmək olar, özlərinə baxımı, öz baxımı. Yəni, qadının bugün özünə baxmağı əri üçün lazımdır, həyat yoldaşı üçün lazımdır. Çöldəki qadınlar üçün, çöldəki insanlar üçün deyil. Yəni, öz həyat yoldaşı üçün özünə baxmalıdır və o necə onu xoşlayırsa. Hətta qadın bugün saçını rənglədiyi zaman belə, kəstirmək istədiyi zaman da belə ərin mütləq olaraq icazəsi lazımdır. Birdən baxırsan ki, deyir, qadın gedir və ya evə adam çağırır və yaxşı özünün bir dəyişim edir, axşam ərinə sürpriz edir. Əri axşam gələndə baxır ki, ki, evdə başqa fərqli bir adamdır. Deyirəm, mənə lazım idi. Deyir, sənə sürpriz deyir, sürprizin təpənə deyilsin. Məsələn, mənə lazım deyil. Yəni, niyə? Sən bir qadın kişinin, öz ərinin, aleyhisselam, qadın öz ərinin zövqünü bilməklə sorumludur. Yəni, qadın öz ərinin zövqünü biləcəkdir. Əri nədən xoşlanır, nədən xoşlanmır, bunu biləcəkdir. Və sonra isə ikinci qadın üzərinə düşən uşaqlarının İslam və iman üzərinə tərbiyəsidir. Və bunun üçün qadının yəni bu vəzifəsi olduğuna görə qadın zikir məclisində olmaqla bərabər eğitim almaq, şəri elmləri almaq, ona görə də Allah Rasulunun sahabəsinin qadınları Allah Rasulunun yanına gəldilər, Allah Rasulundan nə edədilər? Zikir istədilər və Rasulullah sallallahu aleyhi və səlləm nə elədi? Artıq onların həm məscidə gəlmələrini, həm də onlara əlavətən Allah Rasulü dərs keçməyə başladı. Və qadınlara elm almada, zikirlərə qatılmada, məscidlərə gedib gəlmədə tamamilə kişilərin kontrolu altında olması lazımdır. Və kişilər onlara bu konuda dəstək verib yardımcı olmalıdır. Yəni, tamam, sən zikirə get, sən məscidə get, sən bu işləri gör, sən sərbəstsən artıq. Yox. Tamamilə kişilərin nəzarəti altında olması lazımdır. Yəni, kontrol yenə də kişilərdə olacaq, amma onların özlərinin ayrı, özəl bir məclisi olacaq. Məsciddirsə, məsciddə qadınlar üçün, kişilər üçün, mədrəsədirsə, mədrəsədə qadınlar, kişilər üçün, zikir yerləridirsə, zikir yerlərində qadınlar və kişilər məclisi üçün və hətta qadınların zikirdən uzaq qalmamasını Allah Rasulü o qədər istəyir ki, hətta onların bayram namazlarında belə, qadınlar xəstə olsalar belə, bayram namazlarına gəlib arxada oturmalarını Allah Rasulü istəyir, onlardan gəlin deyir, ondan məhrum olmayın. Yəni bu səbəbdən də bir yandan da burada qadınlara zulm olunur ki, İslam deyir qadınlara evdə oturun. Tamam, evdə oturun, məqsəd nədir? Məqsəd evdə oturub corab hörmək deyil. Məqsəd evdə oturub, üzr istəyirəm, sənin sadəcə xüsusi ehtiyaclarını ödəməsi deyil. Məqsəd həm özünün dinini qoruması, dinini örgənməsi və aynı şəkildə də sağlam bir evlatlar yetişdirilməsi. Yəni o evlatların yetişdirilməsində də təbii ki, sənin köməkliyin ləbuddur. Əgər sən ona köməklik eləməyəcəksənsə də, o nə verəcəkdir? Yəni, faqidü şey, lə'ütü şey. Yəni, heç bir şey olmayan bir şey nə verəcəkdir? Və bu səbəbdən də bizim, yəni qərb ilə aramıza baxdığımız zaman, qərb dünyası ilə baxdığımız zaman, onlar qadını tamamən çölə sevq edirlər ki, qadın tamamilə işləsin, pul qazansın. Yəni, qadın məsəl üçün, şəriət nəyə görə deyir qadın işləməsin? Zərurət olmadıqsa, qadın işləməlidir. Bəli, harada işləyəcək? Öz cinsinə uyğun olan bütün işlərdə valideynin, vəlisinin izni ilə işləyə bilər. Qadınlar mədrəsəsi, qadınlar məktəbi, yəni qadınlara aid olan xəstəxanalar, qadınlara aid olan təlim yerləri, qadınlara aid olan iş yerləri tamamilə qadınsal olaraq. Və qadına iş verərkən də qadının cinsiyyətinə uyğun
olmasıyla beraber yani cins olarak bir de fıtratına uygun bir iş olacaktır. Yani bugün mesela bazarlarda, çarşılarda kadınlar ne əziyyətlə çekilir? Səhər tezdən durup baxırsan ki, bazarda qadın katuşka satır. Katuşkanın çiğini alır, katuşka daşıyır. Soğan daşıyır, qarpuz daşıyır. Yəni hər hansı bir ağır işləri də işləyir. Sabah tezdən məsəl üçün 5-də sən qapına, pəncərədən çölə baxanda biz baxırsan ki, saat 5-in yarısıdır. Baxırsan ki, zaman qızlar küçələrə tökülüb işə gedirlər. Niyə? Xırdalandan məsəl üçün də, Xırdalandan Əzbəyova, Əhmədliyə getməsi üçün saat 5-də çıxacaq. Necə ki bu provkada çatdırsın ki? Və saat 6-da gəlir, işləyir, əziyyət çəkir. Amma İslam nə deyir? İslam deyir ki, evin və qadının masrafları tamamen kişiyə aiddir. Yəni o masrafları kişi eləməsi lazımdır. Amma bu cür bir qadın qürurlu isə, yox, mən ərimin pulunu xərcləmirəm. Belə qadınlar da var ki, mən öz ehtiyacımı özüm ödəməliyəm. Mən heç atamdan belə pul istəməmişəm, səndən niyə pul istəyəcəm? Onda deyiləcək ki, sən evdə qıxmıq ye. Heç. O şu evə nə gətirilərsə, ölməmək üçün yaşa. Bir şeylər ye. Yəni, yox, sən get işdə, pul qazan. Məsələn, bugün baxırsan ki, qadınların pul qazanma eşqi, özellikle müsəlman qadınların son dönemlərdə pul qazanma eşqi daha çox artıbdır. Online səhifələr, online canlı yayınlar açırlar, dükkanlarda canlı. Mesela tamam, bak burada bir mesele var. Tamam, başa düşdük ki, bir kadın dükkanında işlədir. Tamam, kadınlara ait olan özel bir yerde işlədir. Tamam, peki senin bu dükkanda online canlı yayın açmanın ne anlamı var? Kişiler girir, hələsi bir söz yazır. Oradan sen yazırsan ki, kişiler yazmasın, gel evindekine yaz, qeyrətli ol. Belə şey olmur axı. Yəni sən belə bir ki, bir qadın çıp-çıpaq soyunur, deyir heç kim ona baxmasın. Sən nətər olur? Sən küçədə çıp-çıpaq gəzirsən, deyirsən heç kim mənə baxmasın. Belə bir dünya var. Belə bir şey ola bilər ki. Elə bir qadın plaja gedir. Plajda cavan oğlanlar da, bu hamı da indi bugün Azərbaycanın ən belə deyim ki, məşhur plaj olayları, yay gəlir, yəni biabırçılıq olayları. Yəni ora %70% oğlanlar bunun baxmağa gedirlər, yəni şəkil çəkməyə, video çəkməyə. Yəni həmən qadın mən belə deyim ki, oradan 5 dəqiqə sonra, oradan çıxandan sonra baxırsan ki, öz həyat yoldaşının yanındadır. Yəni baxırsan ki, yufkasını aşağı dartır. Ay qadın, niyə dartırsan ki aşağı? Az öncə orada kupaniklə gəzən, iç çamaşırla gəzən sən deyildinmi? Yəni bunun aşağı çəkmənin nə anlamı var ki bunun? Bu yaxanı bağlamanın nə anlamı var? Yəni sən orada ən biabırçılıq bir haldaydın. Evdə atanın, ananın yanında gəzmədiyin bir halda sən gedirsən bu günləri dənizdə və abırdan, həyadan danışırsansa da sənin orada yerin yoxdur. Azərbaycan örfü var. Dənizdə nə geyinməlidir? Hicabla getməlidir. Yəni biz İstanbul'da, Türkiye'de olduğumuz zaman da kadınlar çimərliyi var edir. Belediye yaratmıştır. Bu da belediye bir zahmet. Azərbaycanda belediyenin adı var, özü yoxdur. Heç yollar, Xırdalanda 5-6 tane yollar var. İndi gələndə adam biabır olur. Baxırsan ki, yoldur. Belediye adam utanır, inanırsan. Vallahi, inan adam deyir ki, imkanım olsa gətir bura özün beton tökərəm, millətim üçün. Belediye, o böyle pul yiyirsən, zibinə qoysan, ona gəlir. Yani saxta saman bir kilo heç olmasa 2 kilo sement al, gəl olanı sementdə. Yəni demək istədiyim nədir qardaş? Yəni bir həqiqətən də yəni bu gün müsəlmanların yəni bu duruma belə deyim ki, daha çox yəni önəm verməsi lazımdır ki, belə deyim, cəmiyyəti təlim etdirmək lazım, cəmiyyətə elm vermək lazım, cəmiyyətə yəni belə deyim ki, bu məsələləri həqiqətən də çatdırmaq lazım. Yəni sən bax o məsəl üçün indi yenə deyirəm, o anlam ki var, ora dənizdir da, yəni ora dənizdir. Sözümüz oradaydı ki, heç kim ora dənizdir, başqa nə giyinsin yəni. Yəni həmən insanlara bax yenə deyirəm, hamısı bizim analarımızdır, bacılarımızdır. Biz onlara artıq bir şey söyləmirik. Sadəcə olaraq bu cahillikdir, bu elimsizlikdir, bu savadsızlıqdır, bu olmaz yəni. Həmən insanlara baxırsan ki, ailecə gedir, sən ailecə gedib onun, yəni yarın bu gün belə deyim ki, yəni onun məsəl üçün orada şəklinin və videosunun çəkilməsini bir insan necə özünə rəva bilir ki? Hələ bəziləri var, status, Instagramları var. Instagramda baxırsan ki, ailecə səfərə getdik. Antalya'da üz istəyirəm, iç çamaşırda, daxili geyimlə, iç geyimlə ərinlə beraber videosunu paylaşır. Yəni bunu müasirlik sayırlar. Yəni bu
O zaman niye orada giyməklə burada soyunmağın arasında nə fərq var ki? Yəni bir insan abır həqiqətən də başqa şeydir. Yəni mən belə deyim ki, bunu mən öz millətimə yaraşdırmıram. Yəni belə deyim ki, yəni, bu biz Azərbaycanlıyıq, biz erməni deyilik, biz rus deyilik, biz türk kökənli, İslam kökənli bir millətik. Bizim öz belə deyim örfümüz var, adətimiz var, ənənələrimiz var. Yəni o vaxtı analarımız plaja gedəndə belə deyim ki, uzun donlarla gedirdilər. Kinolara da baxmış olarsın, kinolarda belə baxırsan ki, ancaq rus mənşəli olanlar belə deyim ki, at sası geyinirlər. Bu səbəbdən də yəni İslam yəni həqiqətən də belə deyim ki, yəni qadına həqiqətən önəm verir. Qadının dəyərini bilir. Qadına işləməyə icazə vermir. Deyir ki, qadın işləsə də özünə uyğun yerdə işləyən, qadının pul qazanması üçün deyil, ha. Sadəcə ehtiyac olduğundan dolayı işləməlidir. Məktəbdir, mədrəsədir, müəllim olmasıdır və s. həkim olmasıdır və s. yerlərdə işləyə bilər. Ehtiyacdan dolayı millətinə, xalqına və digər fayda, İslama fayda vermək üçün. Yəni, qadın pul qazanması üçün başının üstündə kiminsə olmadığı zaman zərurətən qadın özünə uyğun olan yerdə işləyir. Uyğun olan qədər qazanar. Yəni, qadın bu günləri mən illə də pul qazanım, özümə maşın alım, özümə ev alım. Qadına bu cür xəstəliyi var axı. Özümün evim olsun, özümün maşım olsun, işim olsun, gücüm olsun, yastığım altında pulum olsun. Və yayda bu günlər qadınların xəstəlikləri var. Yayda mən Antalya'ya gedim, yayda mən o şəhərə, bu şəhərə yəni, istirahətə gedim. Yəni, bunlar hamısı inan ki, yəni bir qadın üçün gerçəkdən də ehtiyac olmayan məsələlərdir. Amma belə üçün müsəlmanlar bunu o qədər də fərq edə bilmirlər, dərk edə bilmirlər. Evet. Və bu səbəbdən də ki, yəni, bugünkü yəni bizim mövzumuzda qadın belə deyim ki, haqq və hüquq məsələlərində İslam dilində yəni kişidən yəni fərqli olmayaraq yəni qadının özünün də haqq və hüquqları var ki, yəni kişi tərəfindən məsələn qadınlara bu konuda nədir baxırsan ki, dəstək verilmir. Yəni kişilər həqiqətən də yəni belə deyim ki, öz gələcəyini qorumaları üçün, yəni bu gün cəmiyyətimizin yəni qadınlara, yəni belə deyim ki, İslamın göstərdiyi şərtlər daxilində önəm verməlidirlər. Mən bir məqalə yazmışdım və əlhəmdülillah sonra nəsə bilməm nəyəsə uğradı, yazı ilə, bir risalə ilə əslində, məqalə deməyək, bir kitabça deyəlim. Ailə İslamda belə deyim ki, sağlam dövlətin təməlidir. Ailə cəmiyyətdə sağlam dövlətin bir təməlidir. Ailə nə qədər sağlam olarsa, cəmiyyət o qədər sağlam olar. Və bu cəmiyyətə sağlam evladları vermək vəzifəsi əsasən anaya düşür. Ananın bilikli olmasına, savadlı olmasına düşür. Yəni, ana cəmiyyətə faydalı evlad vermək istəyirsə, ilk öncə özü savadlı olacaqdır. Elm alacaqdır. Allahın dini biləcəkdir, Quranı biləcək, sünnəti biləcək, yəni İslam haqlarını biləcək, öz haqlarını biləcək və sahabə qadınlarına bu məsələdə örnək alacaq və digər İslam tarixində möhtəşəm İslam qadınları var ki, onları həqiqətən də örnək alıb və nədir? Evladlarını onun üzərində bir müsəlman nədir? Yetişdirməlidir. Və bunun üçün də yəni İslam dinində yəni qadını belə deyim ki, başına asla və asla şəriət icazə vermir. Və qadın bu səbəbdən də evinin içərisini idarə eləməsi üçün, evinin içərisində sonra yeməyidir, içməyidir və s. Təbii ki, nədir? Bunların hamısını qadın görə bilir, lakin bu məsələlərdə kişilər də ona dəstək verməlidir. Bəzən qadınlar buna qarşı gəlirlər ki, bəziləri biz bir neçə dəfə vurğulamışıq ki, evin içərisində sorumlu tamamilə qadındır. Yəni yeməyindən də, içməyindən də, evin təmizliyindən də tamamilə qadın sorumludur. Çünki qadına ərinə itaat eləmək düşür. Qadın ərinə itaat eləməlidir. Əgər qadının itaətin içərisində evin təmizliyi, paltarların təmizliyi, uşaqların tərbiyəsi də qəsd olunursa,
kişi bunu istəyirsə itaətdə təbii ki, nə etməlidir? Onu da kişi ona yardımcı olaraq və qadın da ərinə bu məsələdə itaət nədir? Qadını bu məsələdə ərinə itaət eləməlidir. Və bu məsələ ilə bağlı ki, bu günləri məsəl üçün qadınların ikinci bir yanlışı evlərdə bu yanlış davam etməkdədir və bir çox evlərdə də bizə gəlib çatır bu məsələlər. Nədir o məsələlər? Qadınların, belə deyim ki, o yanlışı hansı məsələlərdir? Qadınların o yanlışı odur ki, kişilərinlə bağlı evdə bir problem yaşadıkları zaman, dalaşdığı zaman, yaxud ki, kişiləri məsələn evlənmək istədiyi zamanda, tutam ki, bir kişinin, bir qadının və bir kişi evlənmək istəyir. Normal, yəni şəriət o haqqı verib. Yəni bunu bilmək lazımdır ki, yəni şəriət kişiyə evlənmə haqqını doğal olaraq veribdir. Yəni bunu üzr istəyirəm, heç kimsə qadağansını qoya bilməz. Allahın izin verdiyini heç kimsə əngəlləyə bilməz. Peyğəmbərin izin verdiyini və yaşadığını, sahabənin izin verib yaşadığını heç kimsə təbii ki, əngəlləyə bilməz. Və belə bir durumda qadını küsə bilər, qadın inciyə bilər, normaldır. Biz keçən səfərdə də bu başda danışdıq ki, nədir? Bıraxın evlənmək istəyən kişilər qoy evlənsinlər. Yəni səmimi olaraq deyirəm ki, kişi evlənmək istəsə səmimi olaraq həqiqətən evində də bir problem görmədən bunu həyata keçirə bilməyəcəkdir. Yəni bugün bir kişinin açıqdan ikinci zövcə alıb həyata keçirilməsi çox-çox çətin məsələdir. Yəni kolay bir məsələ deyil. Yəni var olan bir ailənin ikincisini təkrar evə gətirməkdir. İndi məsələ burasında deyil. Bizim məsələmiz nədir? Baxırsan ki, bugün məsəl üçün qadınlar arasında belə problem var. Qadınlar ərlərinlə bərabər ikinci səfər evlənmək istəyən qadına düşman kəsilirlər. Yəni bir qadın ki, hansı kişi ilə evlənmək istəyir, ikinci olaraq evlənməyə razıdır, o qadına qarşı cəmiyyətdə böyük bir tərbiyəsizlik var. Böyük bir əxlaqsızlıq var. Baxın, gör, mən ağır ifadə işlədirəm amma tərbiyəsizlik və əxlaqsızlıq var. Nə üçün? O qadına əxlaqsız deyirlər. O qadına ailə dağıdan deyirlər. İkinci səfər evlənmək istəyən bir qadına əxlaqsız deyirlər. Bir qadına ailə dağıdan deyirlər. Bir qadına yuva dağıdan deyirlər. Bir qadına, nə bilim mən, bütün vasıflar kişilərlə yazışır. Hardan tapdı, necə tapdı, sənin dərdin kişi deyil, sənin dərdin ailə deyil, sənin dərdin nə bilim mən nədir və s. və s. Yəni inan ki, bunu deyən qadınlar yəni dindən, İslamdan, Allahdan anlayışı olmayan insanlardır. Sənin bu barədə ifadələrin Qurana tərsdir, Allaha tərsdir, şəriətə tərsdir. Baxın, Rasulullah s.ə.v-in Ayşə anamızın bir qadınları ilə, Meymun ilə ya da ki, digər qadın adını unuttum, onunla evlənərkən Rasulullah s.ə.v Ayşə anamız deyir ki, mən deyir, o qadını görür görməz dedim ki, bu Allah Rasulü bunu görsə, bu qadını bununla evlənəcək. Yəni düşün, Allah Rasulü deyir, bu qadını görsə, muhakkak ki, o qadınla evlənəcək deyir Allahın Rasulü. Və həqiqətən də Rasulullah s.ə.v onunla evlənir. Yəni adı önemli deyil. Ayşə anamız bunu qısqana bilər. Yəni qadın qısqana bilər. Lakin bu qısqançlıq həddi aşmamalıdır. Bu qısqançlıq evdə uşaqlara zərər verməməlidir. Baxırsan ki, kişi evlənmək istəyir, həqiqətən evlənmək istəyirsə, evlənsin. Allah izin verib, kimsə qarışa bilməz ona. Baxırsan, qadın uşaqlarla təhdid edir, uşaqlarını götürüb gedəcəm. Mən səni biabır edəcəm. Və biabır edir, sənin qüsurlarını açacam. Qoy toplum səni tanısın. Qoy bilsin nə varsan kimsən. Qoy sən ailəndə necə bir kişisən, qoy səni tanısınlar. Və bu barədə burada deyir ki, qadına izin verilməsindən ikinci şərt də budur ki, cəmiyyət içərisində çıxarkən, bax ha, üçüncü şərtin, qadının evdən çölə çıxarkən evinin ayıbını, sirrini başqa toplumun yanında qorumasıdır. Əgər bir qadın evin sırrını, ərinin sırrını, evladının sırrını gedib başqa bir yerdə danışacaqsa, o qadına qapının çölü ancaq çöpü qoymaq üçün, qapı açılır ki, qapına, ağzına çöpü qoy, qapını da bağla. Sənin gibi bu qədər. Əgər bir qadın evinin sirrini, ərinin sirrini, ərini gedib başqa bir yerdə ayıplıysa, zaten bu qadın deyil. Zaten bu ailə qadın deyil. Zaten bundan uşaqlara ana da olmaz. Bundan evinə tərbiyə verən də olmaz. Bundan İslam'a örnek olan bir qadın da olmaz.
Bunun İslam'la yakından uzaktan bir alakası da yoktur. Çünkü Allah Resulü'nün dediği kimi yani bir kadının üzerine düşen erine mütlak olarak itaat edip ve onu razı salması ve ona tebessüm etmesi ve cennete girmesinin bir sebebidir kadının erinin itaati ve erinin razılığıdır yani. Yani bu sebepten de yani bir kişinin evlenmek istediği zaman da sen erinle küsebilərsən. Baxırsan ki cəmiyyət içərisində belə bir şey var. Baxırsan ki cəmiyyət içərisində bir kadın diyelim ki evlənir ikinci olarak er qalır bir kənarda birinci zövcə, birinci xanım ne edir? O ikinci zövcəni axtarır, tapır ve onun arşivini axtarır ve onu cəmiyyət içərisində biabır edir ki ailə dağdan qadınla tanış olun. O müsəlman değil mi? Yani ikinci sefer evlilik kurmak niye əxlaqsızlıq olsun? Yani bu şeriatin icazə verdiği bir şeydir. Yani bakın kardeşler, müşrik olan kişiler, yani İslam'da yaşamayan bir kişi öz zəruri ehtiyaclarını, öz ailesinin haricinde, hamımız bilirik, hamımız kişiyik. Bu cahiliyyəni çok adam görüp yaşayıbdır. Yani cahiliyyədə nadir adamlar olsun ki, yani o bizim örfümüzde değil, sağa sola gitmesin. Nadir adam olsun. Yani bu istəyir müəllimi olsun, istəyir vəzifəlisi olsun, istəyir fəhləsi olsun, istəyir kənddən gələni olsun, istəyir rayondan gələni olsun. Ne bileyim ben neyin olur, fərq eləməz. Ama İslam bize bunu qadağan edir. Yani biz indi kişiler olarak bir Müslüman kişi her gün biriyle gedib, yani gizlindən görüşməsi, yani hoşdur mu? Tabii ki hoş değildir. Bunun için kardeşler bak, yani bu meselede kadınlara bizden diyelim ki, yani Allah'tan korkun. Yani həqiqətən də Allah'tan qorxun. Yani erləriniz evlənmək istəyirsə, bırakın evlənsin. Üzünə gözünə bulaşdıracaqsa Allah hesab verəcək. Sən iffətini qoru. Başı aşağı sal, uşaqlarına sahib çıx, ərvə itaat elə, evinin içini qoru, səbirli ol. Bu da sənin cihadındır. Yani buna cihad adlandırılır. Yani bu cihaddır yani sənin üçün. Qadın ərinə itaat edilməsi və s. bunların hamısı nədir? Qadın üçün bir cihaddır. Adaletsiz olacak, özü bilər. Zulm edecek, özü bilər. Kıyamet gününde Allah subhanahu hesap verecek. Ama sen buna göre niye alevi dağıdırsan? Sen buna göre niye erine karşı itaat edip Allah'ın lanetini, meleklerin lanetini ve cehennemi kazanırsın? Hele hiç olmayan bazen bir kişi yazık elə kişiler var ki, deyir kardeş nedense ben onun evliliğin adını evde çəksəm, yani mənim pəncərədən 10-cu mərtəbədən aşağı atarlar. Yani başa düşmədir. Yani neynəsin? Bu kişiler qorxaq kişiler deyil. Ailəsinə değer verir, uşağına değer verir. Yani bazı insanlar elə bilir ki, bu qorxaqlıq deyil. Fikirləşir, oturub fikirləşir ki, mənim ailəm var, uşağım var, el var, oba var, 5 dənə uşaq var, mən nətər eləyim, mən necə eləyim? Bunu fikirləşir. Amma mən burada yani esasen vurgulanmak istediğim odur ki, evlenen ikinci kadın niye ahlaksız adlandırılır? Niye terbiyesiz adlandırılır? Niye aile dağıdan? Allah'tan korkmuşsunuz siz. Yani İslam tarihinde bizden daha mert kişiler evleniptir. Allah Resulü'nün sahabesi, tabiinler, itibar tabiinler. Yani hiç kim evlenmiyor kardeş, başını bırakın. Allah'ın icazet verdiği fenkihu emrdir. Ma tabe lekum minen nisa mesne ve sülase ve ruba'. Allah deyir ki evlenin deyir, ikişer, üçüşer, 4 olarak bir demir. Eğer deyir adaletsiz olacağınızdan korkursunuzsa bir tanesi sizi daha hayırlıdır. Allah bunu deyir de sen kimsen ki? Ben adaletsiz olacağımsa Allah'a hesap vereceğim. Allah madde ki adaletsiz olacağından korkursansa evlenme. Yani insan özünü tanır da kişiliğini bilir, malını bilir, mertliğini bilir, aile başlığını bilir. Kişi özünü tanır da yani. Özünü bilir ki bu buna kadirdir yoksa kadir değil. Yani inan son dönemlerde bu şeyler bize çok geldi çatır. Bakırsan ki biabırçılıklar üzerine biabırçılıklar. Yani birinci zövceler kan ağlayırlar, kan uddururlar. Yani zulümle meşguldurlar. İkinci zövce o kadını aktarıp tapıp ifşa eləməyə imkanı olsa açıq saçıq şəkillərini zadı tapıp yani Instagram ve Facebook'ta veya ki TikTok'ta paylaşır ki falan kes budur, falan kes budur. Bir kadın kardeşim
duldursa, beçet dul deyil, heç normal bir qadındırsa, iffətini qorumaq istəyirsə, Allahdan qorxmaq istəyirsə, nə etməlidir bu? Ha? Bugün Azərbaycanda məsələn nə qədər dul bacılar var ki, müsəlman kişilər onlara baxmaqla məşğuldur. Niyə evlənə bilmirlər? Soruşsan, qardaş, niyə evlənmirsən? Deyir, heç kimi açıqdan evlənmir. Hamının birinci zövcəsi qanı durur ki, onunla evlənsən, şöyle olsa, mən uşaqlarımı götürüb gedəcəm, bir də uşaqlarımı göstərməyəcəm və daha irəli gedirlər. Nə edirlər? Səndən aliment alacam, səni məhkəməyə verəcəm. Keçən bir nəfər mənə deyir ki, bu ailə məsələsində, ikinci evlilik məsələsində mən ona dedim ki, bu iman və küfür məsələsidir bu günləri. Elimsizcəsinə bir nəfər bizə məktub yazıb. Yəni, halbuki məsələn düşünmür də, nə dediyimizi də anlamır. Yəni ki, anlamaq qabiliyyəti zəifdir. Allah fəhm nəsib eləsin. Yəni, bizim boşanma davaları gətirib, birinci dindən çıxanlar da var. Yəni, insanı dindən çıxardır. Ona görə dedik ki, Allahdan qorxmur. Sonra isə məhkəmələrə başvururlar. Yəni, başvurmaqla bərabər nə edirlər? Yəni, kişilərə evinə ortaq olurlar, malına ortaq olurlar və deyirlər ki, sən mənlə evlənməmişdən qabaq sənin evin yox idi.